Salam hər kəsə, Mateori kanalındasınız. Bu video natural ədədlərin ilk videosudur, yəni ilk partıdır. Biraz uzun olmasını istəmədiyim üçün yarım saat partlar şəklində paylaşacağam. Keçməmişdən əvvəl, yəni dərsə keçməmişdən əvvəl bəzi şeylər deyim ki, burada seçdiyim suallar buraxılış səviyyəsi suallardır. Yəni konkret topludan seçdiyim və buraxılış suallarından seçdiyim suallardır. Necə deyim, həm buraxılışı, nə kimi düşmüş bütün buraxılışları və qəbulları analiz edərək seçmişəm ki, bu sualları səviyyə fərqini ölçmək üçün. Bundan əlavə bir şey düşməyəcək qapalılara ki, açıqlara bəzi məsələlər düşə bilər natural ədədlərdən ki, onların da izahını verəcəm. Mən inanmıram naturaldan düşə açığa, amma yenə də düşsə belə onların izahlarını verəcəm. O başqa məsələ. Demək istədiyim budur ki, burada dediyim sualların hamısına bəlkə də bilirsiniz, bəlkə də sizin üçün asan gələcək. Amma hamısına ciddi yanaşın və axıra qədər dinləyin. Fikrimcə faydalı video alındı. İzləyin. Bu qədər. Təkrar Mateori kanalına xoş gəldiniz. Bugünkü dərsimiz natural ədədlərdir. Bu videoda yəqin ki 2 part şəklində paylaşaram. Çünki biraz nümunələrimiz çoxdur. Natural ədədlərdə başdan sona buraxılışa düşə biləcək tipdə olan bütün sualları izah edəcəm ki, bunları ayrıca analiz edərək seçmişəm topludan ki, burada işləyəcəyim suallar nə çətin, nə asan, tam buraxılış tipindədir. Başlayaq natural ədədlərdən. Bütün tiplərə aid nümunə deyəcəm demək olar ki, yəni sadəcə axıra qədər izləyin. Axıra qədər izlədikdən sonra bir probleminiz qalacağını düşünmürəm natural ədədlərdən. Sual tipi olaraq təbii ki, yəni hər kəs hər sualı yaza bilməz, amma bizə imtahanda yazmaq lazımdırsa, bu video onun üçün kifayətdir məncə. Başlayaq. Natural ədədlər hansı ədədlərdir? Yaxşı. Biz saymağı neçə yaşımızda öyrənir bilmirəm. Saymağı xüsusi əşyaları sayırıq, xüsusi insanları sayırıq, varlıqları sayırıq və bunları sayarkən natural ədədlərdən istifadə edirik. Yəni bu o deməkdir ki, natural ədədlər hər hansı varlığı, əşyanı, cismi bilmirəm, onları saymaq üçün istifadə elədiyimiz ədədlərdir. Natural ədədlər. Nə bilim, 1 dənə qoyunun var deyə bilərsən, 3 dənə qoyunun var deyə bilərsən, 55 dənə maşının var deyə bilərsən, məsələn, 777 dənə qələmin var deyə bilərsən. Bunların hamısı natural ədədlərdir. Mənfi 1 dənə qələm var deyənməzsən. Nə bilim, 2də 1 dənə qələmin var deyənməzsən. Yəni məntiqi olaraq deyəsən ki, qələmi qırmışam ortadan, amma say olaraq düzgün gəlmir. Ki, insan da elədir, insan da yarımçıq götürə bilməzsən. Onun üçün natural ədədlər xüsusi say bildirmək üçün istifadə olunur. Bir başqa bir məntiqi yanılgı da ola bilər ki, 0 dənə evin var deyə bilirsən, 0 dənə qoyunun var. Yəni düzdür, bəlkə məntiqi kimi görsənir 0 dənə, yəni yoxumdur. Amma xüsusi bir say bildirmədiyi üçün 0, onu natural ədədlərə daxil etmirik. Götürüşlər daxil edir, amma biz daxil eləmirik çünki tərifə uymur. 0, 0 natural ədəd deyil. Yəni daxil deyil naturala. Yəni belə əslində başa düşdünüz? 0 natural ədədlərə daxil deyil. Yaxşı. Natural ədədlər belə bir şeydir. Tərifi sadəcə dərk eləməyiniz kifayətdir məncə. Bir şeyi bilmək lazımdır. Ədəd və rəqəm arasındakı fərqi. Baxın, rəqəmlərin özləri də ədəddir zatən. Baxın, rəqəmlər hansılardır? 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir, 6-dır, 7-dir, 8-dir, 9-dur və eyni zamanda 0-dır. Baxın, görüb görə biləcəyiniz bütün ədədlər bu 10 dənə simvol vasitəsilə düzəlir. Başa düşürəm, bunlar əslində bir simvol da, işarədir. Bunlar vasitəsilə düzəlir. Məsələn, istədiyiniz natural ədədi bu rəqəmlər vasitəsilə düzəldirik. Bunlar eyni zamanda eyni zamanda həm rəqəmli, həm ədəd, həm rəqəmli, həm ədəd. Rəqəmlər amma sadəcə bunlardır. Məsələn, 10 ədədini 1 və 0 vasitəsilə düzəldirəm. Başa rəqəm və ədədin fərqi budur. Bu 999 bir ədəddir. Amma 3 dənə rəqəmin birləşməsinə, yəni kombinasiyasına yaranıb. Bu belə bir şeydir. Rəqəm və ədəd arasındakı fərq budur. Yaxşı, bəs bu ədədləri bildim də. Bu rəqəmlə ədəd arasındakı fərqi mən anladım. Bəzi şeylər var. Ədədləri yarananda biz burada mərtəbələrlə işləyirik. Məsələn, nətər bir rəqəm deyim, 1743 deyək. Burada görürəm ki, mərtəbələr var. Təkliklər mərtəbəsi, onluqlar mərtəbəsi, yüzlüklər mərtəbəsi və minliklər mərtəbəsi. Hətta bura bir dənə 1 atsam,
10 minliklər mərtəbəsi, bura bir dənə 7 atsam, məsələn, 100 minliklər mərtəbəsi, milyon gedir. Okay? Bizə, yəni milyon qədər gedib çıxmır əslində suallarda. Yəni mində, maksimum 10 mində dayanır. Heç o qədər də getmir böyük ehtimalla. Bunları ayırmağı bacarmaq lazımdır. Yenə yazıram. Rəqəmimiz desək, indi başqa bir rəqəm yazım. 2474 dedim. Bunları nətər ayıra bilərəm mən? Minliyə, yüzlüyə, onluğa və təkliyə. Baxın, burada mində neçə dənə sıfır var? Mində 3 dənə sıfır var da. 3 dənə rəqəmi burada sil. 2 dənə. Yəni 2000 var burada. 2000. Üstünə gəlirəm. Neçə dənə 100 var? Bax 100-də neçə sıfır var? 2 dənə sıfır var. İkisini sil. 4. 400. Üstünə gəlsin nə? 70. Üstünə gəlsin nə? 4. Biz bunu ayırdıq. Okay? Və bunu ayırmaq ümumiyyətlə bir rəqəmi belə mərtəbələrə ayırmaq bizə çox sualla kömək olacaq. Yəni hətta deyərdim ki, buraxılışa düşə biləcək bir natural ədəd sualı bu barədə ola bilər. Yəni bizdən bunu soruşa bilər. Okay? Mənə düşən suallar da var. Zaten nümunələrdə göstərəcəm bunları. Bunu bilmək lazımdır. Və bunu eyni zamanda tək rəqəmlərlə yox, hərflərlə də eləyə bilərsən. Məsələn, A, B, C, D deyək ki, bu bir rəqəmdir, 4 rəqəmli bir rəqəmdir. 4 rəqəmli bir ədəddir. Burada nə var? Təklik, onluq, yüzlük, minlik. A qədər minlik var. Yəni burada 1000 A var. 1000 A üstünə gəlsin. B qədər yüzlük var. Burada yenə 100 B var. 10 dənə C var. 10 C plus nə var? D var. Bu da bizim hərflərlə ayıra bilməyimizdir. Yəni biz bunu ayırdıqdan sonra çox bir problemimiz olmayacaq teorik olaraq. İndi sadəcə onu praktika köçmək lazımdır. Okay? Sadəcə bir şey də demək istəyirəm. Başqa bir rəqəm deyim, 8449 deyək ki. Burada deyir nə qədər yüzlük var. Baxın, yüzlük. 100-dən neçə dənə sıfır var? 2 dənə sıfır var. Sonuna 2 rəqəmi çıx. 84 dənə yüzlük var burada. Okay? Desən neçə dənə onluq var? Onda neçə dənə sıfır var? Bir dənə sıfır var. Hə? Bir dənə rəqəmi sil. 9-u sil burada. Nə qədər var? 844 dənə burada onluq var. Minlik soruşsa 3 dənə sıfır istəsən 8 dənə minlik var. Başa düşdün? Bunları belə hesablamaq lazımdır. Okay? Bu ikisini qarışdırmayın, amma ayırmağı da bacarın. Baxın, nümunələrlə daha rahat anlayasınız məncə. Baxaq nümunə 1-ə. Baxın, nə deyir? Deyir 3 rəqəmli, 3 rəqəmli ABC ədədi var. Ondan AB ədədini çıxıram və 130-u salıram. Deyir A plus B-nin cəmini tap. Yenə öyrənmişdik biz bax A, B, C ədədini necə açırdıq? Burada yüzlük, A qədər yüzlük var, yəni 100A. Üstünə gəlsin B qədər onluq var, yəni 10B. Üstünə gəlsin C. Hə. İndi eyni şeyi burada atmağa çalışaq. Yəni 100A üstünə gəlsin 10B. C-nin yerində burada nə durub? 7 durub da, yəni C. Bir dənə rəqəm 7. Çıxılsın. Mötərizə açın ki, baxın, həmişə mötərizə açın ki, işarə səhvi eləməyəsiniz. Düzdür, birbaşa beyninizdə eləyə bilərsiniz, amma hələlik mötərizə açın. Baxın, nə qədər var? 10B, 10A, 10A. Üstünə gəlsin nə? B. Eyni şey eləyirəm. Bərabər nəyə? 133-ə. Hə? İndi 100A, təzədən yazıram 100A. Üstünə gəlsin 10B. Üstünə gəlsin 7. Çıxılsın 10A. Çıxılsın gəlir bura təsir eləyir və çıxılsın B bərabər nəyə? 133-ə. Gətirək, baxaq. 100A-dan 10A-nı çıxanda nə eləyir? 90-a. 10B-dən B-ni çıxanda nə eləyir? 9B, üstünə gəlsin 9B və 7-ni də atın bu tərəfə. Yəni 133-dən bu tərəfə. Nə eləyir? 124. Hə? Burdan nəyi çıxarda bilərəm ortaq? Yəni 90-dan 9-u çıxarda bilərəm də burada ortaq. 9-u çıxarsam burada ortaq. 9. Burada 10-a üstünə gəlsin B bərabər nəyə? 124-ə. Hə? 9 ilə 124 gedəndə 10A üstünə gəlsin B. İxtisar getdi bunlar. Burada nə qalacaq? 36, 16 qalmır deyəsən. Yox, 16 yox. Burada əslində 6-dır bu. 6-dır. 126-dır. 126 ixtisar gedəndə 90, 10, o da 6, 16. Okay? Biz burada bir şey bilməliyik ki, bu AB-nin açılışı eyni zamanda 10 A plus B deməli. Yəni 10 A plus B gördüyüm yerə mən AB yaza bilərəm. Düşdünüz? Yəni bu nə deməkdir? AB bərabərdir nəyə? 16-ya. Bu o deməkdir ki, onluqlar mərtəbəsində duran rəqəm 1, yəni A 1-dir, B nədir? 6-dır. 1-in üstünə 6 gələndə 1 üstünə 6 nə eləyir? 7. Cavabımız nə oldu? 7 D variantı. Baxın, bir də üstündən gedirəm. Nə qarırıq? Bunu açdıq. Çıxdıq bunu.
Yəni açmağı bilmək lazımdır. Okay? Açmağı zaten dedim orada. Onluqlara, yüzlüklərə görə açırıq. Okay? Burada gətirdik. Sadəcə sadə bir tənli idi. Gətirdik. Burada ortaq məxrəc 9-u çıxartdıq. Burada ortaq məxrəc 9-u çıxartdıq. Gətirdik ixtisar apardıq və bura gəldik. Bura gəldik və biz də bunun A, B-nin açılışı olduğunu bilirik. 16-nı da uyğunlaşdırdıq, gətirdik, topladıq və bəsit sualdır. Buraxılışa da düşə bilərmi? Düşə bilər. Nümunə 2-yə baxaq. Nümunə 2-də nə deyir? Yenə AB üstünə gəlsin BA bərabər 66 A minus B şərtini ödəyən iki rəqəmli AB ədədini tapın deyir. Baxın, yenə deyirəm, belə iki rəqəmli ədədlər veribsə, siz bunu açmağa məcbursunuz. Hər belə deyim də, buraxılış səviyyəsi hətta, buraxılış səviyyəsi hər bu tip sualda açmağa məcbursunuz. Çünki siz orada bəzi şeyləri görməlisiniz. Açdıqca görünür bəzi şeylər. Yenə açın. Burada nə eləyir? 10A üstünə gəlsin B, üstünə gəlsin 10B, üstünə gəlsin A bərabərdir. Vurub açın. Vurub açmasanız da olar, qalsın belə məncə. 66 A çıxılsın B-yə. Okay? Burada nə eləyir? 10A, burada da bir dənə A, nə qədər edir? 11A. Üstünə gəlsin 1B, 10B, 11B bərabərdir 66 A minus B-yə. Burada nəyi ortaq çıxarda bilərəm? 11-i çıxarda bilərəm də ortaq. 11-i çıxartdım, burada A qaldı. Burada 11-i çıxartdım, nə qaldı? B qaldı. Bərabərdir 66 A plus A minus B-yə. 66 ilə 11 nəyə ixtisar edir? 11 ixtisar edir. Burada qalır 1, burada qalır nə? 6. İndi yazmağa çalışaq. A plus B bərabərdir. Vurub açaq bu 6-nı içəri. 6A minus 6B. Hə? İndi A-nı bu tərəfə, yox, A-nı bu tərəfə ataq, B-ni bu tərəfə ataq. Okay? A-nı bu tərəfə atdım, 5A bərabərdir. B-ni də bu tərəfə atdım, 7B. Baxın, biz natural suallarda, hətta faiz nisbət tənasüb bir çox situasiyada gəlib bu hala gələcəyik. Bunu K üsulundan həll eləyirlər. K üsulu nədir? Baxın, K üsulu odur ki, 5A bərabərdir 7B-də axı. 7. Bax, buradakı B yanında olmayan rəqəmə K misli ilə bərabərdir. Yəni B yanında olmayan rəqəm hansıdır? Bu yox. Bax, bu yox. Bu. Yanında olmayan rəqəm budur. Yəni 5K deməkdir. Başa düşdünüz? Bəs A nəyə bərabərdir? A yanında olmayan ədədə K misli ilə bərabərdir. Yəni yanında olmayan ədəd. Buna yox. Buna K mislinə bərabərdir 7K. Okay? İndi A-nı tapdım 5K, B-ni tapdım. A-nı tapdım 7K, B-ni tapdım 5K. Okay? Bunu nətərləyəcəm? Baxın. A və B rəqəmdir. 2 rəqəmli deyir. Bax, A da rəqəmdir, B də rəqəmdir. Rəqəmlərin nə olduğunu dedim mən sizə. 1-dən 9-a qədər eyni zamanda 0 da içindədir. Amma A 0 ola bilməz, çünki 0-dan hər hansı bir ədəd başlamır. Bunu bilin. Okay? İndi K-ya məsələn mən 0 qoya bilərəm birinci halda. 0 qoysam A da 0 olacaq, B də 0 olacaq və 0, 0 deyə bir rəqəm yoxdur. Yəni rəqəm deyəndə 2 rəqəmli ədəddir də bu. Yəni bu 0, 0 ola bilməz. K-ya 1 qoysam nə olacaq? Olacaq 75 olacaq məsələn. 75 olacaq. Okay? Ola bilər. 75 ola bilər. Yəni bir ədəd 75 ola bilər. A olar 7, B olar 5. Amma K-ya 2 qoysam artıq A olacaq 14. 14 bir rəqəm deyil, 14 bir ədəddir. Bizə rəqəm olması şərti ödənməlidir. Və ədəd olduğu üçün K-ya 1-dən başqa heç bir ədəd qoya bilməzsən. Onun üçün 75 olur cavab. Yəni A olur 7, B olur, bax A olur 7, B olur 5. Okay? Bəs indi nə qarırıq? Deyir ki, A plus B-ni tapın da. AB şərtini tap. AB ədədini tapın. AB ədədi nə oldu? 75. Vsyo. Bu qədər bəsitdir. Baxaq bu suala. Nə deyir? 2 rəqəmli AB ədədi üçün AB yenə üstündə xətt olmalıdır. 2A üstünə gəlsin 4B olarsa A plus B-ni tapın. Yenə deyirəm. Bu tip gördünüzsə açın. Açın. Açın gözünüzün qabağında olsun hər şey. 10A üstünə gəlsin B bərabərdir. 2A üstünə gəlsin 4B. Mən burada konkret görürəm yenə K üsuluna gələcək. Çünki 2 dənə dəyişən var və müəyyən bir K üsuluna gəlməlidir bu. 2A-nı atın bu tərəfə, B-ni atın bu tərəfə. Nə olacaq? 10A-dan 2A çıxanda nə eləyir? 8A bərabərdir. 4B-dən B çıxanda nə eləyir? 3B. Hə, görürəm ki, bax bunlar qarşılıqlı sadədir. Əgər qarşılıqlı sadə deyilsə, qarşılıqlı sadə anlayışını da danışacağam. Amma qarşılıqlı sadə hələlik onu bilin ki, birdən başqa heç bir ortaq böləni olmayan ədədlərə qarşılıqlı sadə deyirlər. 800 qarşılıqlı sadədir. A nəyə bərabər olur? Yanında olmayanın K mislindən. Yəni A bərabər nə? 3K-ya,
B bərabərdir nəyə? 8K-ya. Yenə deyirəm, bunlar rəqəm olmaq məcburiyyətindədirlər və K birdən başqa heç nə ola bilməz. Onun üçün A olur 3, B olur nə? 8. Yəni K-ya istəyirsən 2 ver. Bunda ödəyəcək. Bunda olacaq 6, amma bunda olacaq 16. 16 bir rəqəm deyil, 16 bir ədəddir və rəqəm olmalıdır. Okay? A plus B-ni soruşur bizdən. Yəni 3 üstün yazı 8 nə eləyir? 11. Cavabımız olur 11. Bu qədər bəsitdir və buraxılışa da belə suallar düşür. Buna əmin ola bilərsiniz. Sadəcə bunun gedişləri bilin. Belə bir sual düşməsə belə, bunun oxşarı düşsə, siz bunları açmağı, K üsulunu bildiyiniz üçün çox rahat yazasınız o sualları. Gələk bu suala. Nə deyir? Deyir ki, 5940 ədəd 5 rəqəmli A, B, C, D, Y və A, D, C, B, Y B böyüdü D şərtində verib ki, bu burada mənfi alınmasın zaten. Ədədlərinin fərqinə tam bölünürsə, fərqinin ala biləcəyi qiymətlərin cəmini tap. Baxın, deyir ki, bizim 5940 deyə bir ədədimiz var. Deyir bu ədədi bölürəm mən bu iki ədədin fərqinə. Yəni bu neçə 5 rəqəmli ədəddir də, 5 rəqəmli ədədlərdir. Bundan deyir bunu çıxıram, buna bunu çıxıram və bölürəm buna tam ədəd alıram. Tam. Yəni deyək ki, bu x deyirəm də buna. Bunların fərqini x deyirəm. Tam ədəd alıram. Tam ədəd nədir? 1-dir, 2-dir, 3-dən -1-dir, neçədirsə. Artıq bu bundan böyük olduğu üçün B-ni də böyük verdiyi üçün bu mənfi almır burada. Deyir ki, bu natural ədəd olacaq da, yəni natural. Nəysə, biz birinci çıxaq. Çıxaq görək ki, nətər bölünür. Birinci bunlardan bunu çıxmaq lazımdır. Yazın bu ədədləri. A, B, C, D, Y çıxılsın. A, D, C, B, Y. Birinci acemi biri nə qarar? Acemi, heç təcrübəsi olmayan biri açar. Bax, təklik, onluq, yüzlük, minlik, 10 minlik, 10 min A üstün yazısı 1000, B üstün yazısı 100 şey nə bilim nə. Sonra bu eyni şey bura tətbiq edir, sonra çıxar. Bla bla çox uzun gedər. Amma mən biraz kafamı işlədirəm. Görürəm ki, bax 10 minlik mərtəbəsində A var. Bəs burada nə var 10 minlik mərtəbəsində A? Hə deməli 10 min A-dan 10 min A-nın çıxanda zaten 0 eləyəcək. Yazmağın nə mənası var? Buradan bunlar gedir. Hə. Hə görürəm ki, Y. Y-dən Y-nin çıxanda nə eləyəcək? 0 eləyəcək. Yazmağa nə mənası var? Getdi bunlar. Yəni açanda gedəcək birbaşa. Mən 2 addım qabağa görürəm. Bax görürəm ki, yüzlüklər mərtəbəsində S var. Yüzlüklər mərtəbəsində S var. S-dən S-nin 100, S-dən 100, S-nin çıxanda nə eləyəcək? 0 eləyəcək. 2 addım qabağa görürəm. İnddən silirəm. Hə, işim rahatlaşdı. Bax görürəm ki, əlimdə nə qaldı? 1000. Bax 1000 B, 1000 B. Yazım 1000 B. Hə. Üstünə gəlsin nə? 10D. Üstünə gəlsin 10D. 10D. Hə. Çıxılsın nə? Çıxılsın. Bax 1000. Bax 1000D. 1000D. Üstünə gəlsin nə? 10B. 10B. Okay. Baxaq. Bax. 1000B-dən çıxıram nəyi? Bax 1000B-dən. Bu mənfi bura təsir eləyəndə nə olacaq? Mənfi 10B olacaq da, okay. 1000B-dən 10B çıxanda nə eləyir? 990B. Baxın, əgər buralarda çətinlik çəkirsinizsə, sizin toplama çıxmada, belə deyim də, təməl anlayışlarda probleminiz var və bu böyük problemdir və bunu daha təməl yollarla, belə deyim də, həll eləməyi planlaşdırın. 140 gün qısa bir müddətdə sizin bunları həll eləyə bilməyiniz üçün və, nə bilim, əvvəlcədən həll eləməliydiniz məncə bunları. Yenə də gec deyil. 991, okay. Burada nədir? Baxın, mənfi 1000D idi. Üstünə gəlirəm 10D. Nə eləyir? Çıxılsın mənfi 990D olur da. Okay. Sadəcə toplama çıxmadı bu. Bəsit bir şeydir. Hə, indi sadələşdirmək üçün nə qara bilərəm? İkisində də 990 var. 990 çıxarsam nə olacaq? 990 çıxarsam B çıx D olacaq. Okay. B çıx D. Yəni B çıx D-nin müsbət olduğunu mən buradan görürəm. Onun üçün deyib ki, bax müsbət olsun, yəni cavab mənfi alınmasın. Burada natural alınsın. Okay. Bu x-in yerinə mən nə yaza bilərəm indi? X-in yerinə, çünki x-i tapdım da x-i. X nə idi? Fərq idi və gətirib yerinə qoya bilərəm ki, 990 B çıx D-ni gətirib qoya bilərəm. Və aydındır ki, bunlar ixtisar gedirlər. İxtisar gedirlər və mən bilən burada 6 qalır. 6. Hə, indi baxıram. Baxıram. 6 çıxılsın. 6 bölünsün B çıx D bərabər nəyə? Tam ədədə. Tam ədəd. Yəni müəyyən deyək ki 6. 6-nın tam ədədə bölünməsi üçün, yəni tam ədədi yox. Bölünəndə tam ədəd alınması üçün müəyyən şeylərə, rəqəmlərə bölünməlidir. 6 1-ə bölünər.
6 qalar. 6 2-yə bölünər 3 qalar. 6 3-ə bölünər 2 qalar. 6 6-ya bölünər 1 qalar. 6-nın bölənləri bunlardır. Okay. Deyir ki, ala biləcək qiymətlərin cəmini. Bax, B çıx D idi. B çıx D-nin ala biləcək qiymətlər hansılar oldu? Bunlar oldu da. 1 oldu, 2 oldu, 3 oldu, 6 oldu. Okay. Bunlar toplayanda nə eləyir? Eləyir 3, 6, 12 eləyir. Cavabımız oldu 12. Baxın, bir də üstündən keçirəm. Bir də üstündən keçirəm. Bundan keçirəm hətta. Baxın, müəyyən bir belə bir rəqəmimiz var bizim. Bunu verib. Deyir ki, bunların fərqinə böləndə, fərqinə böləndə tam ədəd alınır. Tam ədəd, yəni 1-dir, 2-dir, 3-dür, say biləcəyim bir ədəd alınır. Yəni natural olduğunda zaten buradan görürəm. Onun üçün, okay. İndi çıxıram. Çıxmağın qısa yolunu sizə burada göstərdim ki, çox vacib bir yoldur. Sabah gedib imtahanda düşəndə də bunu açmayın. Belə çıxın getsin. Çıxdıq, gətirdik bu hala gətirdik. Yəni bura. Yəni əgər buralarda probleminiz varsa, o ciddi bir şeydir. Yəni bunu tezkən həll eləməyə çalışın buraxılışa qədər. Okay? Bunu gətirdik, həll elədik. Sonra gətirdik bunu nağardıq. Burada yerinə yazdıq. Burada yerinə yazdıq, ixtisar getdi. Alındı ki 6 bölünsün B çıx D. 6-ya bölünənə tam ədəd alınması üçün B çıxdı bu rəqəmlər olmalıdır. 1, 2, 3 və 6. Bunlar cəmini edəndə nə tapdım? 12 tapdım cavabı. Okay. Burada nə deyir? Deyir ki, AB 2 rəqəmli ədədi üçün AB çıxsın BA bölünsün A plus B bərabər 7 olarsa A vur B hasılını tapın. Yəni deyirəm, baxın, heç bu tərəfi oxumasanız belə, bizə nə soruşdu, olmazsa belə bunu açmağa məcbursuz. Yəni konkret bu tip sual görəndə buraxılışda risk qabağıma çıxdı, aç, bunu aç. Bunu aç görün nə olacaq. Yəni 2 addım qabağa falan görməyə çalışma. Aha, açanda nə olur? Bax, 10 A, 10A üstünə yazın B, çıxılsın nə? Yazın B çıxılsın 10 B, okay. Üstünə yazın A. Bölünsün nə? Bölünsün A plus B. Belə yavaş yazmama baxmayın. Əslində 1-2 saniyəlik sualdır məncə bu. Yəni biraz o qədər praktik eləmək lazımdır ki, bu buraxılışda çıxan kimi gözünüzlə belə həll edin. Çarpaz vurdunuz, bunlar çıxdınız, təzə 9 oldu oradan. Atdım bu tərəfə, K-nı yenə bir qoydum, vurdum, cavabı tapdım deyə bilərsiniz. Amma biz həll edirik təbii ki. Okay. 10A bax. 10A plus B. Aha, çıxılsın 10B. 10B. Bu mənfi buradakı müsbətə dəyir. Çıxılsın A bərabərdir. Birbaşa çarpaz vururam gedir. 7A üstünə gəlsin 7B. Okay. Buradan həllə davam elətdirim. 10A'dan A çıxanda nə eləyir? 9A. Bəs mənfi 10B-nin üstünə B gələndə nə eləyir? Mənfi 9B. Bərabər nə? 7A plus 7B. Hə. A-ları bir tərəfə yığ, B-ləri bir tərəfə yığ. A-nı bu tərəfə atdım, B-ni bu tərəfə atdım. A-nı bu tərəfə atanda 9A-dan 7A çıxanda nə eləyir? 2A. Bəs 7B-nin üstünə 9B gələndə üstünə gəlirəm, çünki mənfi bu tərəfə müsbət kimi keçir. Nə olur? 16B. Bunlar ixtisar gedir. A bərabər nəyə? 8B. Hə, yenə gəldim K üsuluna. Yenə gəldim K üsuluna. İndi A nəyə bərabərdir? Görürəm ki, yanında olmayanın K mislinə, yəni nəyə? 8K-ya. Bəs B nəyə bərabərdir? B də K-ya bərabərdir. Çünki burada 1 var və 1 K-ya bərabərdir əslində. Okay? Digər halasını tapın. Yenə K-ya nə verə bilərəm təkcə? 1 verə bilərəm. Okay? Niyə görə 1 verə bilərəm? Bax, niyə deyirəm? K-ya 2 versəm bu olacaq 2, 8 vursun 2 eləyəcək 16. 16 da bir rəqəm deyil. Bizə 2 rəqəmli ədəd deyir. A da rəqəmdir, B də rəqəmdir. Okay? A-nın da B-nin də rəqəm olması lazımdır. 16 bir rəqəm deyil, 16 bir ədəddir. Rəqəm olması üçün K-ya yalnız və yalnız 1 verə bilərsən. Okay? Onun üçün bu olacaq 1, bu olacaq 8. 8-i 1-ə vuranda nə eləyir? Eləyir 8. Baxaq bu suala, məncə bu da buraxışa düşə biləcək bir sualdır, topludandır. Yenə nağarıq, bizə nə istədiyini soruşmasa belə, görürəm ki, burada ən böyük istəyir, biraz fərqli yanaşma eləyəcəyim buradan bəllidir əslində. Sadəcə bunu birinci yazaq. Deyir ki, nə deyir? X, 10x, təbii ki, 10x plus y minus y, hə? Bölünsün 10y plus x minus x, hə? Bərabər deyir ki, çünki bunları artıq sürətli eləmə məcburiyyətindəyəm. Sürətimi artırmalıyam. Bunlar getdi, x-lər getdi. İndi burada nə olacaq? 10x bölünsün nə? 10y. Nəyə bərabərdir? 2-yə bərabərdir. Onlar gedir. Ona nə olacaq təzədən? X bölünsün y nəyə bərabərdir? 2-yə bərabərdir. Hə? Buradan bəs x nəyə bərabərdir? 2y-ə bərabərdir. Yenə gəldim, çıxdım k üsuluna, çıxdım. X nəyə bərabər olur? 2k-ya. X bərabər olur 2k-ya. Y bərabər olur nəyə? K-ya. Çünki niyə görə? Yanında olmayanın K mislinə bərabərdir. Hə, indi deyərsən ki, normalda
K-nı yerinə 1 qoyurdum, gətirib yazırdım yəni. K-nı yerinə 1 qoyanda burada 2 eləyəcək, burada 1 eləyəcək. Burada x + y-ə soruşur. Mən cavabı 3 tapdım. Yox. Cavab əslində ən kiçik olsaydı, hə, 3 tapardım. Amma ən böyük olanda artıq K-nı yerinə məsələn mən K-nın burada yerinə 2 verə bilərəm. K-nı yerinə harda 2 verə bilməzsən? Məsələn 5K olanda, 6K olanda, 7K olanda, 8K olanda, 9K olanda 2 verə bilməzsən. Çünki artıq burada 2 versəm 10 olacaq. 10 bir rəqəm deyil, ədəddir. Bizə rəqəm alınması lazımdır. 6, 12 olacaq, 16 olacaq, 14 olacaq, 18 olacaq. Bunların hamısı ədəddir. Bizə rəqəm lazımdır, okey? Yəni ədəd dediyim rəqəmlər də ədəddir, amma yəni rəqəm lazımdır. Okey, başa düşdünüzmü? Burada K-nı yerə 1 versəm 2-dir, 1-dir, ikisi də rəqəmdir. 2 versəm